Zərdab rayonudur, Təzəkət kəndi, Kürün qırağıdır. Burada hal-hazırda vəziyyət belə ki, bura örüş torpağı kilib İsayev Xaləddin qanunsuz olaraq. Yəni burada rayon rəhbəri neçə dəfə getdi, gəldi ki, burada olmaz. Bu oranın suarmaq nəticəsində, indi oranı çəkəcəm, göstərəcəm inşallah. Oranın suarmaq nəticəsində burada nə qədər uçqun zad oldu. Buranı gəldi, dövlət öz hesabına şeydən düzəltdi. Hal-hazırda da o trasədən düzəltdi. Yəni bir nəfərin suardığına görə dövlət buna xərcə düşdü. Bunu yəni rayon rəhbərinin yanına heç də qəbulun olduq, heç bir kömək göstərmədi. Yəni hal-hazırda yəni aradan görən o yerlərdə, orada Kürün qırağı da. Bunların suar, bax, buranın suarma nəticəsində, buranın suarma burada böyük kanal var, uçdu. Yerin başdan gəldilər buranı. Yəni bir nəfərə görə bu qədər xərcə dövlətin düşməsinə bunu dövlət niyə bilmir və burada rayon rəhbərləri niyə bunun qarşısını almır? Sonradan alınıb, bu da xeyli xərc başa gəlib. Xeyli xərc başa gəlibdir. İndi inşallah mən gedib həmən o örüş torpağında sinəm və bura uçmuşdu. Bu kanal idi və bura kanal. Bu kanal uçdu. Deməli bir nəfərə görə dövlət burada xərc verməlidir. Bunu dövlət rəhbərləri buna baxsınlar, bunu qiymətləndirsinlər. İndi mən gedib həmən örüş torpağına. Deməli bir nəfər örüş torpağı suarmağına görə, bir nəfər örüş torpağı suarmağına, bir nəfər qanunsuz Təzəkənin örüş torpağı. Neçə bizə sənədlər var. Sənədlər var ki, buranın örüş torpağında ayrı sənədlər var. Dövlət sənəd yollayıb ki, bura örüş torpağı, buna sənəd verib. Mən bir nəfər örüş torpağı qanunsuz əkib haqsız yerə onun hakim götürdü. Hakim haqsız yerə götürdü, o torpağı verdi ona. Halbuki örüş torpağı, kendi örüş torpağı. Yani bir haksız yere edilen bu qanunsuz əməldən də bu adam istifadə etdi, buranı suardı, bu bəşdə uçdu, gəldi dövlət buranı xərc çəkdi. İndi ya bir də suarsa, yəni ki burada nə tərbiyyəciyyət olur, Allah bilir. İndi gelin mən həmən örüş torpağını çəkib göstərəcəm. Deməli bir nəfərin örüş torpağı haksız yere suarını bu qədər ziyan dəyməli dövlətə. Bunu hara baxır dövlət məmurları, rayon rəhbərliyi, əsas rayon rəhbəri hara baxır? Və həmən bəndin uçmasına səbəb olan yer bax, sorulan yer budur, bəndin uçması. Həmən o yolun qırağı matura yol gedirdi. Ora motor var, dövlətin motoru var. Həmən ora. Bura suarmaq nəticəsində oldu. Buranın örüş torpağı olmasına dair bizdə sənədlər var, dövlət yollayıb, rəsmi sənədlər yollayıb. Bələdiyyə, əmlak komitəsi, neçə dənə, yəni gəlib baxa bilərsiniz. Zərdab buranın Təzəkət kəndi, İsayev Xaləddin buranın əkib. Bunu hakim